birinizi salamlayıram Cəmiyyətin Nəbzinin dəyərli izləyiciləri. Mən Şüşə xanım, sizi növbəti buraxılışda xoş gördüm. Bu günləri sizləri çox maraqlı müzakirələr gözləyir və bugünkü qonağım həmsöhbətim Gülşən Əliyeva, çox dəyərli pedaqoq, eyni zamanda da Şagird Fest layihəsinin rəhbəri də özü. Buyurun Gülşən xanım, xoş gördük sizi. Salam, xoş gördük Şeyx xanım. Sizinlə bu gün həmsöhbət olmaq mənə xoşdur. Minnətdaram Gülşən xanım gözəl sözlərinizə görə. Mən bu günləri pedaqoqla danışılacaq ən gözəl mövzunu seçdiyimi düşünürəm. Elə suallar seçmişəm ki, daha çox sizin fikirləriniz izləyiciyə maraqlı gələcəyini düşündüyümə görə sizi danışdırmağa çalışacağam, necə deyirlər. Və biz təhsil deyəndə ağlımıza ilk bilirsiniz ki, məktəblər gəlir. O qapı arxasında yaranan hansı xaoslar bizi ilk salamlayır? Belə bir sualım var yəni. Bugünkü gündə həqiqətən də cəmiyyətimizdə özünüz də bilirsiniz ki, təhsillə bağlı bir çox problemlərimizi yaşayırıq, bir çox sıxıntılarımız var. İstər öyrənmə prosesində, istər tədris prosesimizdə bir çox problemləri yaşayırıq. Xaos nədən ibarət olur? Öncəliklə qeyd edim ki, sizə tədrisdə yaranan problemlər nə ilə bağlıdır? Uşaqlar öyrənmə zamanı müəyyən əziyyətlər çəkirlər. Dərsin tədrisi prosesində problemlərimiz ola bilir, yaxud da uşaqlar mənimsəmə ilə bağlı bir çox problemlər yaşayırlar ki, bu özü də həqiqətən də istər valideynlər arasında, istərsə də şagirdlər arasında müəyyən bir xaosa səbəb olur. Təbii ki, bunların başında duran əsas səbəb təlim üsullarıdır. Bunun başında duran əsas səbəb uşaqların maraqlarının nəzərə alınmasıdır. Bunların başında duran digər əsas səbəb həm də valideynlərin yanaşmasıdır. Ümumiyyətlə, bugünkü xaosun əsas səbəbi dediyimiz kimi yenə də valideyn, müəllim və şagird üçbucağıdır. Aha, bu problemləri biraz daha xırdalama ehtimalımız nə qədərdir Gülşən xanım? Daha konkret şəkildə xırdalaya Daha konkret bilərsinizmi? şəkildə, bəli, təbii ki, başlamaq istəyirəm nədən? Öncəliklə müəllimlərimizdən. Təbii ki, müəllimlərimiz bildiyiniz kimi hal-hazırda kurikulum sistemi ilə hazırlaşaraq MİQ imtahanı ilə daxil olurlar. Məktəblərdə dərsi tədris etmək üçün təbii ki. Və MİQ vasitəsilə kurikuluma hazırlaşan müəllimlər bütün təlim üsullarına, yeni tədris metodlarına yiyələnmiş müəllimlər olurlar. Çünki həqiqətən də lazımi balı yığmış müəllimlər artıq o dərsləri tədris edə bilir. Müəllimlərin problemləri nədə olur daha çox? Məktəblərin texniki bazaları, maddi texniki bazaları hansısa dərsin tədrisi zamanı problemlər yarada bilir. Məsələn, kimya bildiyimiz kimi elə bir fəndir ki, laboratoriyada onları göstərmək üçün, maddələrin reaksiyaları göstərmək üçün mütləq maddələr tələb olunur. Bəzən görürük ki, biz bununla bağlı sıxıntılar yaşayırıq. Belə olduğu təqdirdə müəllim çıxış yolunu nədə tapır? Təbii ki, müəyyən slaydlarda müxtəlif video demək məlumatları göstərməklə, slaydlar göstərməklə biz uşaqlarda müəyyən bir deyək ki, fikirləri formalaşdırmağa çalışırıq. Müəllimlər bu işin öhdəsindən maksimum qədər bu cür gəlməyə çalışırlar. Amma şagirdlərdə bəs problem nədə olur? Şagirdlərdə öyrənməyə bu gün həqiqətən də maraq çox azdır. Özümüz də bilirik ki, sosial şəbəkələr, müxtəlif istər Instagram, istər TikTok həqiqətən də uşaqların fikirlərin yayılmasına səbəb olur. Məsələn, bizim dövrlə müqayisə etsək, bizim dövrdə uşaqlarda kreativlik daha çox idi. Nəyə görə? Təbii ki, bizdə telefon və yaxud digər vasitələr olmadığı üçün, yəni biz demək olar ki, yalnız televiziyadan hansısa bir məlumatları izləyə bilirdik. O da ki, uşaqlara aid olan verilişlər çox az olurdu. Belə olduğu zaman nə olurdu? Biz fikrimizi daha çox kitaba yönləndirirdik, biz fikrimizi daha çox dərslərə yönləndirirdik, tapşırıqlara yönləndirirdik və bu bizdə kreativliyi bir qədər də artırırdı. Amma müasir dövrdə isə uşaqlar daha çox hazır məlumatlardan faydalandıqları üçün bu onlarda bir qədər kreativliyi və öz üzərində işləmə bacarığını hardasa məhdudiyyət altına alır. Yəni daha çox hazır məlumatlara yönəlirlər. Və qeyd etsək ki, informasiya da boldur həddən artıq. Bu həm də uşaqlarda informasiya savadlılığı tələb edir ki, onlar doğru istifadə edərək həmin dərsə qarşı onlarda maraq oyana bilsin və onlar dərsi istədikləri kimi ürəkləri belə deyək də istədiyi bir şəkildə həyata keçirə Baxın Gülşən xanım, bilsinlər. çox gözəl bir mövzuya toxundunuz. Deyirsiniz ki, bəs şagird özü araşdırıb tapır da, yəni bu çox gözəl bir dövrdür ki, yəni ən azından bunu edə bilirik. Bəli. Bəs valideyn bunu necə tənzimləməlidir ki, şagird çox yayınmasın, digər sosial şəbəkələrə olan marağı belə dəhşətli dərəcədə artmasın da bu insanın? Tamamilə doğrudur. Bugünkü gündə ən çox qarşılaşdığımız problemlərdən biri
nədir? Valideynlər təbii ki, uşaqlar telefonda başqa saytlara, başqa hər hansı bir deyək ki, şəbəkələrə girməsinlər deyə telefonlarda məhdudlaşdırırlar onları. Yəni telefonları əlindən alırlar, qadağalar qoyurlar. Halbuki doğru şagird həqiqətən də qarşısına hər hansı bir məqsədi qoyan bir uşaq, aydın məsələdir ki, telefon yanında olsa da o ondan doğru istifadə etməyi bacaracaq. Yəni necə? Ona lazım olan informasiyaları istər ChatGPT-dən, istərsə də Google axtarış sistemindən verməklə öyrənəcək. Amma bəzi uşaqlar isə bundan sui-istifadə edərək başqa şəbəkələrə, lazımsız məlumatlara da belə deyək üst tuta bilirlər. Əsas məsələ valideynin nəzarətidir. Hal-hazırda bildiyimiz kimi bunu necə tənzimləmək olar? Bunu tənzimləməyin əsas yollarından biri valideynin bu gün telefonla belə deyək xüsusi bir tətbiqi var telefonlarda. Həmin tətbiqi yükləməklə valideyn uşağın hansı proqramlara daxil olduğunu izləyə bilir. Bəli. O proqramlar vasitəsilə o uşağın neçə dəqiqəsini, hansı saatlarını, hansı şəbəkələrdə keçirdiyini izləyə bilir. Və lazım olduğu zaman isə o telefonda həmin belə deyək kursoru basmaqla onu məhdudlaşdırır. Yəni telefon artıq bloklanır və uşaq lazım olmayan şəbəkəyə artıq daxil ola bilmir. Bu günün, müasir günün həqiqətən də belə deyək də Wikipediyanın üstünlüklərindən biri də bundan ibarətdir ki, valideynlər bu sistemlərdən, bu proqramlardan, bu prilojeniyalardan belə deyək əlavələrdən istifadə etməklə övladlarını nəzarət altına ala bilirlər. Yəni bu həqiqətən də mütləqdir. Nəyə görə? Çünki müəyyən bir zaman var ki, uşağa diqqət etmək lazımdır ki, o həqiqətən də öz yoluna düşsün, o artıq tamamilə fokuslansın öz məqsədlərinə doğru. Ondan sonra zaten o lazım olan informasiyalara istifadə edən sistemlərə daxil olacaq. Gülşah xanım, bu mövzuda belə bir əsas da var ki, şagird və valideyn arasında xüsusi bir bağ olmalıdır, düzdürmü? Bu şagirdlə valideyn arasındakı bağı hal-hazırda siz müəllimsiniz. Necə müşahidə edirsiniz? Hansı boşluqları görürsünüz? Tamamilə doğru deyirsiniz. Ümumiyyətlə mən hər zaman deyirəm ki, biz müəllim olaraq işimiz həqiqətən də məktəbdə təlimdir. Yəni tədris prosesinin aparılmasıdır. Biz çox vaxtı tərbiyəyə və yaxud başqa işlərə zaman ayıra bilmirik. Bunu valideyn özü zaten artıq evdə uşaqla məşğul olmalıdır. Yəni valideyn gəlib deyək ki, bizə şikayət etdiyi zaman ki, məsələn belə bir hallarla rastlaşırıq, sizə bildirim. Bəzən olur ki, biz tapşırıqları WhatsApp qruplarına göndəririk. Nəyə görə? Yəni əlavə tapşırıqlardır. Biz dərsdən kənar görsən bəzi əlavə tapşırıqlar olur ki, uşaqlar həqiqətən də onlara işləməlidirlər. Və yaxud da hər hansı bir videoroliklər olur ki, uşaqlar onlara təkrar-təkrar baxaraq hansısa nəticələr çıxarmalıdırlar və yaxud da vizual görüntü, vizual yaddaşı yüksək olsun deyə bunları izləməlidirlər. Bunun üçün isə onların təbii ki, WhatsApp-a girişi olmalıdır. Amma valideyn buna qadağa qoyduğu zaman, məsələn, deyək ki, valideyn telefonu onlardan alır, belə olduğu təqdirdə uşaqlar məlumatsız qalırlar və burada əsas məsələ dediyimiz kimi valideynin öz övladı ilə balansı yaratmasıdır. Bu balansı yaratmaq üçün isə müəyyən bir disiplin olmalıdır. Yəni valideyn həqiqətən də seçilmiş zamanlarda telefonu uşağa verməlidir və uşaq da həqiqətən də belə deyək, hansı saytlardan və yaxud hansı səhifələrdən doğru istifadə etməyi özünə məqsəd qoyubsa, ondan doğru istifadə etməyi bacarmalıdır. Yəni bu balansı artıq onlar öz aralarında yaratmalıdır və burada əsas məqam nədir? Valideyn diqqət etməlidir. Olmaz və yaxud da daha sərt bir danışıqlarla ona göstəriş verildikdə uşaq əksinə olaraq, bunun tərsi olaraq daha çox şəbəkələrdən istifadə edə bilər, daha artıq saytlara və yaxud lazımsız məlumatlara yönələ bilər. Yenə də əsas məsələ empatiyadır. Yəni valideynlə uşaq arasında empatiyanın olması çox önəmlidir və hər zaman valideynlərə məsləhətim səbirli və anlayışlı olmalarıdır. Çünki yalnız elə olduğu təqdirdə biz şagirdi istədiyimiz bir istiqamətə, yəni öz məqsədinə doğru yönləndirə bilərik. Elə Gülşah xanım, mən də həmçinin elə düşünürəm ki, valideyn heç bir zaman uşağı sıxmamalıdır. Yəni bu kəpənək kimi düşünmək lazımdır da. Ovucuna qonur, çox sıxsan ölür, buraxsan da ki, uçub gedir. Yəni uşaq tərbiyəsi də elə buna bənzəyir məncə. Bu sevgidə də həmçinin belədir, uşaqda da həmçinin belədir. Biz çox yaxşı açıqladıq ki, valideyn və uşaq münasibətləri necə olsa, nə qədər düzgün olar. Mən indi istəyirəm ki, bir müəllimin dilindən pedaqoq necə olmalıdır, onu öyrənim. Bəs pedaqoq həqiqətən bir portret çəkəsi olsanız, necə təsvir edərsiniz?
Bildiyimiz kimi, müasir dövrdə, yəni biz indiki müəllimləri keçmiş müəllimlərlə, yəni müqayisə etsək, müasir dövrdə bildiyimiz kimi müəllim artıq avtoritar rejimdə, çalışmamalıdır. Yəni ki, əgər köhnə, dövrlərimizdə müəllimin sözü daha çox keçərli idisə, müəllim yönümlü idisə tədris üsulu, amma indi isə daha çox şagird yönümlüdür. Yəni müasir müəllim necə olmalıdır deyəndə, birinci növbədə müasir müəllim şagirdlərin maraqlarını nəzərə alaraq dərs prosesini sırf onların maraqları və onların mənimsənilməsi üzərinə quran bir müəllim olmalıdır. Çünki uşaqların həqiqətən də çox fərqli-fərqli öyrənmə üsulları var. Elə uşaqlar var ki, onlar vizual məkan yönümlüdürlər, elə uşaqlar var ki, onlar verbal lingvistik yönümlüdürlər, elə uşaqlar var ki, onlar riyazi məntiq yönümlüdürlər. Bütün bunları nəzərə alaraq dərs prosesi elə qurulmalıdır ki, uşaqların bu öyrənmə üsulları hamısı nəzərə alınsın. Çünki biz bir qismini nəzərə alsaq, digər şagirdləri itirmiş olacaq bu prosesdə. Və müasir təlimimizin də üstünlükləri ondan ibarətdir ki, şagird yönümlü olduğu üçün biz şagirdlərin istəklərini, şagirdlərin maraqlarını daha üstün tuturuq. Və, keçmiş, belə deyək də, üsullardan fərqli olaraq müasir dövrdə daha doğrusu çoxlu, təlim üsulları var. Məsələn, təlim üsullarını məhz mövzuya, baxaraq seçirik ki, məsələn, bu mövzuda biz bu təlim üsulundan istifadə edərsək, mövzunu daha yaxşı mənimsədə biləcəyik. Müasir müəllim, eee, həmin təlim üsullarını doğru seçən, iş vərəqlərindən doğru istifadə edən və mövzunu uşaqlara doğru şəkildə çatdırmağı bacaran bir müəllim olmalıdır. Əzbərçilik deyil də, mövzunun məğzini, mövzunun həyatda nə dərəcədə faydalı olduğunu və şagirdin onu həyatda necə tətbiq edə biləcəyini öyrədən bir müəllim olmalıdır və belə bir portret gözümün önündə həqiqətən də canlanır. Və unutmayaq ki, nə qədər də biz təhsildə tədris prosesində öyrənməyə üstünlük versək də, biz uşaqlara qayğını, sevgini, empatiyanı unutmamalıyıq. Bu çox önəmlidir. Çünki müəllim özünü sevdirdikcə şagirdin onun fənninə olan marağı da artır. Ona görə də müəllim həm özünü sevdirməyi bacarmalıdır, müəllim həm uşaqların düşüncələrini nəzərə almağı bacarmalıdır, öyrənmə üsullarını nəzərə almağı bacarmalıdır və hər şeydən də öncə maraq oyatmağı bacarmalıdır. Çünki müasir dövrdə həqiqətən də uşaqlarda öyrənməyə olan maraq getdikcə azalmaqdadır. Bunları, canlandıran müəllim həqiqətən də müasir dövrdə, ən qabaqcıl müəllimlərdən biri Mən ola düşünürəm bilər. ki, bu müəllimənin həqiqətən də o deyir vizual görüşü gördükdə onun müəyyən kreativliyindən də asılıdır. Hər müəllim kreativ olmağı bacarmır. Məncə müəllim olmaq üçün eyni zamanda kreativ olmaq da çox önəmlidir. Çox önəmlidir. Yəni çox fokuslanıblar kurikulum sistemi olsun, ənənəvi sistemi öyrənmək olsun. Artıq müəllimliyi sırf o robotlaşmış texnika olaraq görürlər və bu heç xoş bir görünüş deyil də. Gəlir sadəcə hə 45 dəqiqə, 90 dəqiqə dərsini dedi, hə getdi, evə getdi, sabah yatdı, bir də gəldi dərsini dedi. Artıq şagird deyir ki, yəni mənə maraqlı deyil də, hər dəfə eyni şeyləri deyirsən. Bəs onda belə bir sual da ortaya çıxır. Siz çox gözəl bir müqayisəyə daxil oldunuz, köhnə müəllimlər və müasir müəllimlər. Sovetin dönəmində belə bir söz var idi ki, valideynlər müəllimlərə həmişə deyirdi ki, əti sənin, sümüyün mənim. Bu sözə olan baxış açınız bəs necədir? Əslində belə dediyi zaman məsuliyyəti müəllimin üzərinə qoymuş olur. Bu mən buna, fərqli bir prizmadan yanaşıram. Doğru, düşünmürəm bunu. Çünki belə olduğu zaman mən valideynlərə də bildirirəm ki, siz belə edəndə siz tamamilə yükü mənim boynuma qoymuş olursunuz. Yəni bildirirsiniz ki, müəllim həm onun tərbiyəsi, həm onun oxumağı, həm onun davranışı və bütün bunlara nəzarət etməlidir. Unutmayaq ki, bu iş təkcə müəllimin öhdəsinə düşməməlidir. Yəni əti mənim sümüyü sənin dediyi zaman, burda, valideyn başa düşməlidir ki, əgər onun da bura qatqısı yoxdursa, biz heç bir nəticəyə çata bilmərik və, belə bir məsuliyyəti də müəllimin üzərinə qoymaq həqiqətən də doğru deyil. Çünki müəllim öz bacardığını, öz üzərinə düşəni maksimal qədər yerinə yetirməyə çalışacaq, amma evdə valideyn şagirdi
məktəbə göndərdiyi zaman bugünkü gündə əgər o uşağa müəllimin dediyi sözə hörmət qoymağı öyrətmirsə, bəzən elə olur ki, həqiqətən də müəllimin dediyi sözlər valideynlər tərəfindən fərqli belə deyək, qarşılana bilir. Yəni müəllim uşağa hansısa bir yol göstərir, amma valideyn bildirir ki, yox, mən burada daha haqlıyam. Belə olduğu təqdirdə artıq biz istədiyimiz nəticəyə çata bilmirik. Nəyə görə çata bilmirik? Çünki müəllim öz funksiyasını yerinə yetirdiyi zaman valideyn dəstəyini görmür və nəticədə ortalıqda nə baş verir? Uşaq özü də həmin məqsədə doğru daha inamlı addımlaya bilmir. Ona görə də burada bütün məsuliyyəti müəllimin üzərinə qoymaq doğru deyil. Valideyn özü də məsuliyyətli yanaşmalıdır bu işdə, şagirdin özünün. Dediyim kimi, yenə də o üçbucağa qayıdırıq. Valideyn, müəllim və şagird üçbucağına qayıdırıq ki, burada məsuliyyət hər üçü arasında bölüşdürülməlidir. Elə olanda həqiqətən də nəticə də daha yaxşı olur. Bəs müəllimə qarşı hörmətsizliyin əsas səbəbləri nələrdir? Bunlar da mənə çox maraqlıdır. Toxundunuz orada hörmətsizlik məsələsinə. Mənə çox maraqlıdır ki, bunu müəllimlər özləri edir, yəni hörmətsiz səviyyəsinə düşürlər, yoxsa valideyn bunu bilərək edir? Bu bir-birinə necə bağlıdır? Təbii ki, hər bir insan özünə hörmət qoydurmağı bacarmalıdır. Əgər hər hansı bir şagird müəllimə hörmət etmirsə, burada bir qədər araşdırma aparmaq lazımdır ki, bunun səbəbləri nədən qaynaqlanır? Ola bilər ki, müəllimin yanaşmasında hər hansı bir qüsurlar olsun. Yəni tamamilə uşağı günahlandırmaq və valideyni günahlandırmaq da doğru deyil. Nəyə görə? Bəzən olur ki, müəllimlər uşaqlara qarşı ola bilsin ki, qəzəbli yanaşa bilərlər. Müəllim hər hansı bir problemini gəlib sinif otağında nümayiş elətdirə bilər. Və yaxud da uşağın hər hansı bir hərəkətinə qarşı bəzən elə hərəkətlər var ki, onları müəllim görməzdən gəlməlidir. Amma ona qarşı kəskin reaksiya verirsə, bu uşağın nə qədər də olsa şəxsiyyətinə toxunulacaq bir məqamdırsa, təbii ki, şagird ona hörmət etməyəcək. Çünki nə qədər də olsa biz onlara bir şəxsiyyət kimi yanaşmalıyıq, doğrudurmu? Bu artıq müəllimin səhvi ola bilər. Yox, əgər müəllim bütün ona aid olan işini doğru yerinə yetirirsə, amma bunun müqabilində yenə də şagird ona doğru yanaşmırsa, bu artıq ailədəki tərbiyədən qaynaqlanan bir şeydir. Çünki valideyn bildirir ki, məsələn, baxın elə bir hallarla rastlaşmışıq. Bəzən olur ki, mən bunun şahidi də olmuşam. Olub ki, biz şagirdə hər hansı bir məsləhət veririk, onu başa salırıq, yol göstəririk. Amma valideyn ona bildirir ki, mənim dediyimdən gedəcəksən, müəllimin dediyi söz önəmli deyil. Bu artıq göstərir ki, mən müəllimə hörmət qoymuram. Belə olduğu təqdirdə övlad da artıq ona hörmət qoymayacaq. Ona görə də biz deyirik, yenə də əsas məqam nəyə gəlib çıxıram? Ailəyə. Valideynin burada rolu çox böyükdür. Hər uşaq anlayışlı olmaya bilər. Hər uşaq doğru yanaşmaya bilər. Hər uşaq müəllimin hansısa addımını anlamaya bilər. Çünki o hələ o yaş həddində deyil ki, o dərəcədə dərin başa düşsün onları, müəllimin göstərdiyi yolu, müəllimin dediyi tövsiyələri qəbul etsin. Bunu valideyn dəstəkləməlidir. Ona görə də bugünkü gündə müəllimə qarşı olan hörmətsizlikdə yenə də dediyim kimi şagirdlə yanaşı, valideyn də burada ailədə olan tərbiyə və ailənin dünyagörüşü çox böyük rol oynayır. Gülşən xanım, ümumiyyətlə, sizin dediklərinizin hamısına, yəni o deyir, tək-tək qatılıram. Çox həssas mövzulardır. Mən hətta sual verəndə belə çətinlik çəkərək onu verirəm də. Çünki kiminsə xətrinə dəyir. Bəzən valideynlər çox sərt fikirlər bildirə bilir buna. Mən hətta bir dəfə başqa bir şey haqqında danışanda, yəni həmin yönləndirdiyim sualın sahibləri çox əsəbi reaksiyalar vermişdi. Mənim hətta şəxsimə yazanlar da olurdu bu mövzuda. Baxın, köhnə müəllimlərlə müasir müəllimlərin arasında indi mən müqayisə bir daha aparacağam. Bunu nə üzərindən aparacağam? Siz özünüz də bir müəllim kimi bunu çox eşidərsiniz. Pedaqoqların ümumiyyətlə işlətdiyi cümlələr var. Onlara məncə əxlaq kodeksinə diqqət etmək lazımdır. Məsələn, atanın səsini çıxartma. Baxın, bu cümlələrdir. Sonra bir neçə cümlələr var. İndi siz özünüz bunu çox yaxşı biləcəksiniz. Çünki siz özünüz də, yəni belə desək, müəyyən qədər orta yaşlı müəllimlərlə çox güman ki, həm işləyirsiniz, eyni zamanda sizə də dərs deyiblər. Siz özünüz də bilirsiniz ki, necə sözlərdən istifadə edirlər. Bunun özü də məncə müəllimin hörmətini biraz aşağı salan cümlələrdir. Necə seçməlidir müəllim kodeksini? Ümumiyyətlə müasir dövrdə həqiqətən də müəllim o qədər həssas yanaşmalıdır ki, həm şagirdə, həm istərsə də valideynlərə. Çünki dediyim kimi
Əgər biz doğrudan da bugünkü gündə yaxşı nəticələr əldə etmək istəyiriksə, birinci növbədə biz maariflənməni elə məhz valideynlərdən aparmalıyıq və valideynlərlə düzgün münasibəti qurmağı bacarmalıyıq. Çünki hər valideyn dediyimiz kimi anlayışlı olmaya bilər. İçərilərində deyək ki, həkimlər, müəllimlər və yaxud digər ziyalı olan insanların müəllimin tövsiyələrinə və yaxud müəllimin verdiyi fikirlərə olan münasibəti tam fərqli olur. Amma digər baxışlarda isə biz başqa cür dediyiniz kimi deyirsiniz qəzəblə yanaşdılar və çünki düşüncə dairəsi o qədərdir və daha düşüncədə yaxınlaşdığı üçün o cür fikirlərlə yanaşa bilirlər. Belə olduğu təqdirdə yenə də başlıca vəzifə düşür müəllimin üzərinə. Müəllim hər bir valideynlə ona uyğun bir tərzdə danışmağı bacarmalıdır. Bu birinci. Və ikinci əsas məqam odur ki, əgər o doğrudan da sözün əsl mənasında, həqiqi mənasında müəllimdirsə, heç bir zaman dərs prosesində valideynə toxunulacaq bir kəlmələri işlətməməlidir. Çünki bu birinci növbədə onun özünə olan hörmətini göstərir. İnsan həqiqətən də özünə hörmət qoyduqda təsəvvür edin ki, mən özüm də valideynəm. Əgər başqa bir müəllim belə bir sözü işlədərsə, təbii ki, o da nə dərəcədə xoş gələcək. Sizin o müəllimə qarşı hansı hörmətiniz Yenə ola gəlir bilər? empatiya Yenə duyğusunun də üzərində gəlib dayanır. çıxırıq empatiyaya, yenə də gəlib çıxırıq həssaslığa. Bilirsiniz, təhsil bugünkü gündə, yəni o mövzunun keçilməsi, öyrənmə üsulları, hər şey bir yana qalsın, birinci növbədə bu gün əsas məsələ doğru yanaşmadadır. Şagirdlərə, valideynlərə olan doğru yanaşmadadır. O qədər həssas olmalıyıq, ağzımızdan çıxan hər bir kəlməyə o qədər diqqət yetirməliyik ki, bu gələcəkdə hansısa neqativ bir nəticələrə gətirib çıxarmasın və nəzərə almalıyıq ki, biz heç bir zaman dərs prosesində şagirdlə hər hansı bir problemimiz olsa da belə, onların valideynlərinə toxunulacaq bir sözləri işlətməyimiz bu artıq müəllimin özünün bir növ minusudur Gülşən ki, xanım, verilişimizin elə sonuna qədər yaxınlaşanda mən istəyirəm ki, belə bir sualda buna əlavə edim. Elə siz onu bağlayarsınız orada cavablayarkən. Şiddət, şagirdə şiddət. Bir çox mən ümumiyyətlə öz valideynlərimdən də belə eşidəndə belə deyirəm ki, yəni necə bu qədər adi reaksiya verə bilirsiniz də? Deyirəm ki, şagirdi vurublar. Deyir, nə olsun ki, bizim vaxtımızda da döyürdülər. Buna necə reaksiya verərsiniz? Bəs elə burada pis danışmağın bir qoludur. bu demək olar ki, keçən il bir valideyn iclası oldu və həmin valideyn iclasında biz uşaqların haqqında fikirlər bildirən zaman bir valideyn qayıtdı dedi ki, mən sizə icazə verirəm, siz döyün mənim uşağımı. Əgər o həqiqətən də oxumursa və mənə örnəklər gətirməyə başladı ki, bizim dövrümüzdə biz belə döyülürdü, müəllimlər bizə şiddət göstərirdi, cəzalandırmaq üçün müxtəlif tədbirlərdən istifadə edirdilər və s. Təbii ki, indiki dövrlə o dövr arasında çox böyük fərq var. İndiki uşaqların anlayışları da fərqlidir. Artıq biz şagirdlərə məktəbə gəldikləri zaman şagird hüququ və müəllim hüququ deyilən hüquqları öyrədirik. Şagird özünü müdafiə etməyi bacarmalıdır, şagird öz hüquqlarını tələb etməyi bacarmalıdır. Bu hüquqları öyrətmək və sonra da şiddət göstərmək. Bunlar arasında uyumluq yoxdur, yəni. Sanki öz öyrətdiklərinin üzərindən elə Həqiqətən bir də. xətt çəkirsən. Bəli. Və müəllimə qayıdıb şagird bildirə bilər ki, siz bizə özümüzü müdafiə etmə üsullarını, öz fikirlərimizi aydın ifadə etmə üsullarımızı bildirirsiniz, amma buradan da bizə şiddət göstərirsiniz. Bunu şagird başa düşür, amma bunu valideyn başa düşmür. Nəyə görə? Çünki valideyn odaqlanır, belə deyək də, öz dövründə olan, belə deyək, təlimlərə, öz dövründə olan müəllimlərin tədris üsullarına və düşünür ki, biz belə öyrəşmişiksə, biz belə öyrənmişiksə, bizim övladlarımız da elə öyrənməlidir. Amma bu qətiyyən doğru deyil. Müasir kurikulum sistemi də həqiqətən də müəllimlərin şagirdlərə olan şiddətinə qarşıdır və bu belə də olmalıdır. Mən həmin valideynə də bildirdim ki, əgər siz özünüz uşağa elə yanaşa biləcəksinizsə, elə yanaşmağa üstünlük verirsinizsə, bu sizin işinizdir. Amma bizə qətiyyən ixtiyar verilmir ki, biz məktəbdə uşağa qarşı şiddət göstərək. Deyək ki, şiddət göstərdik. Bu şiddət bilirsiniz nəyə səbəb olacaq? Bu uşaqda zamanla belə bir təsəvvür formalaşdıracaq ki, mən qəzəb mənə qarşı olan təhdid sayəsində oxumalıyam.
uşaqda zamanla belə bir təhsilə qarşı belə bir anlayış Oxumağı formalaşacaq. təhdid kimi görməyə Təhdid başlayırlar. kimi görməyə başlayacaq və biz hər dəfə onu təhdid etdikcə o gedib kitabı açacaq, o gedib dəftəri açacaq və belə bir zaman gəlib çıxacaq ki, təhdidin də artıq rolu keçməyəcək orada. Uşaq artıq ondan da bezdiyi üçün artıq bildirəcək ki, oxumaq istəmirəm. Halbuki bunun əsas yolu yenə də empatiyadan, yenə də anlaşılmadan keçir. Məsələn, bugünkü gündə mən uşaqlara bildirirəm ki, siz məktəbə necə baxmalısınız? Necə etməliyik ki, biz uşaqları həqiqətən də dərsə cəlb edək? Siz təsəvvür edin ki, siz buranı bitirdikdən sonra həyat deyilən bir oyuna belə deyək də Daxil olursunuz. daxil olacaqsınız. Siz həyata həqiqətən də bir səhnə kimi bir baxın ki, siz orada öz rolunuzu artıq yerinə yetirməlisiniz. Siz həyatda özünüzü tapmalısınız, doğrudurmu? Məktəb sizə həmin həyata addım atmaq üçün kiçicik performans göstərəcəyiniz bir səhnədir. Siz bu səhnədə formalaşmalısınız, püxtələşməlisiniz və ondan sonra ora yol belə deyək də, Addım qədəm atmalısınız. qoymalısınız. Bəli. Və əgər siz burada o şiddəti görərək öyrənəcəksinizsə, demək gələcəkdə də siz həyat deyilən oyuna baş vurduğunuzda siz onu gözləyəcəksiniz. Sizə qarşı şiddət olsun ki, siz o performansı göstərəsiniz. Çünki siz elə formalaşmısınız və artıq beyninizdə o təsəvvür oyanır. Ona görə də mütləq şəkildə istər valideynə, biz bugünkü dövrdə də İstər valideynləri, istər şagirdləri bullyinqə qarşı maarifləndiririk. Çünki şiddət göstərmək özü də istər psixoloji şiddət olsun, istər fiziki şiddət olsun, bu bir bullyinq sayılır. Və biz mütləq uşaqların travmasız böyüməyini istəyiriksə, şiddətə yox deməliyik. Gülşən xanım, bir daha minnətdarlığımı bildirirəm sizə bu gün bizlə oturub söhbət etdiyiniz üçün, müzakirələr etdiyiniz üçün. Həqiqətən bugünkü mövzumuz əslində yenə də deyirəm, çox həssas bir mövzudur. Yəni elə bir üçbucaqdır ki, yəni adam arada qalanda bilmir hansına haqq versin, şagirdəmi haqq versin, müəlliməmi yoxsa valideynəmi. Çox gözəl, həssas yanaşaraq, hər birinə çox incə fikir bildirərək həqiqətən aydınlatdınız izləyicilərimizi də düşünürəm ki, məni də həmçinin. Mən burada hər dəfə oturanda hər bir qonağımdan yeni bir şeylər öyrənib burdan dururam və özümü həqiqətən bunun üçün çox şanslı hiss edirəm. Bəlkə zamanında sizin kimi müəllimlərin sayı çox olsaydı, hal-hazırda şagirdlərimiz çox sevinərək dərsə qaça-qaça gələrdilər, amma halbuki hələ ki sayınız azdır, ümid edirəm ki, artar. Gülşən xanım, bir daha nə demək istəyirsiniz izləyicilərimizə, Mən şagirdlərinizə? sizə həqiqətən də çox-çox təşəkkür edirəm. İstər Empati kanalına, istər Cəmiyyətin Nəbzi verilişinə ki, belə mövzuları həqiqətən də işıqlandırırsınız. Çünki bugünkü dövrdə cəmiyyətimiz mütləq maariflənməlidir. İstər valideynlərimiz, istər şagirdlərimiz, bunlar mütləq maariflənmə aparılmalıdır ki, zaman biz kütlənin həqiqətən də doğru fikri də doğru irəliləməsinə həqiqətən də yol aça bilək. Və bu işıqlandırdığınız mövzular da o qədər həssas mövzular ki, bəlkə də saatlarla bunlardan danışmaq olar. Amma yenə də ən azından bir hissəsi də olsa insanların, valideynlərin bir hissəsi də olsa, artıq biz başa düşsək ki, müəllim sizin övladınızın düşməni deyil və siz əlbir olaraq istədiyimiz cəmiyyət üçün faydalı övlad yetişdirə bilərsiniz. Həm müəllim, həm şagird, həm də ki, valideyn olaraq biz onda düşünürəm ki, çox böyük həqiqətən də uğurlar əldə edə bilərik. Sizə təkrar təşəkkürümü bildirirəm. Çox xoş oldu sizinlə söhbət etmək. Gülşən xanım, sizə bir daha minnətdarlığımı bildirirəm. İstəyirsinizsə izləyicilərinizlə sağollaşın, mən də sağollaşım və bitirək bugünkü verilişimizi. Əziz izləyicilər, bizi izlədiyiniz üçün sizə çox təşəkkür edirəm və ümid edirəm ki, verilişimiz də daimi olar və sizə faydası toxunar. Bugün müəllim, valideyn, şagird üçbucağından danışdıq. Əziz üçbucaq sakinləri, arzu edirəm ki, özəyiniz yıxılmayacaq qədər güclü inşa olunsun. İzlədiyiniz üçün minnətdaram. Gələn müzakirələrimizdə görüşənə qədər. Sağ olun, salamat qalın.